Şeyh Rahmanullah ibn Cevzi xavariclər onları qeydləyəndə deməli deyir ki, Nihavənd döyüşündə bir neçəsi qalır. Yəni düzdür, demək olar 99% həlak olur. Lakin bir neçəsi qalır və onlar da yığışırlar Məkkədə. Yığışırlar Məkkədə nəvalardan xüsusən 3-i. Və birinin adı olur Abdurrahman ibn Müncəm, o birisinin adı olur Barq ibn Abdullah və bir də Amr ibn Bəkr Ət-Təmimi. Məkkədə görüşürlər və razılaşırlar ki, 3 nəfərə öldürmək lazımdır. O 3 nəfər də kimi seçirlər? Deməli, birinci Ali ibn Əbi Talib radiyallahu anhu, sonra Mağiyyə radiyallahu anhu, sonra Əmr ibn As radiyallahu anhu. Və dedilər ki, bu üçün gərək öldürək ki, ibadət əhli rahat nəfəs alsın, rahatlaşsın müsəlmanlar. Və İbn Müncəm Məlun deyir ki, bəs mən Ali ibn Əbi Talib öldürəcəm. O başda deyir ki, mən də Maviyyəni. Və o birisi də deyir ki, mən də Əmr ibn Aslı. Və İbn Müncəm Məlun gəlir Kufəyə. Gəlir Kufəyə və gecə vaxtı olur. Və fikirləşir ki, sübh namazını Ali ibn Əbi Talib vuracaq. O vaxtda bu terror, indiki dinlənsə terror gecə vaxtları olurdu. Məğribdə və ya sübh namazı. Çünki işıq zadı yox idi axı. Həm də xəlifələr, mühafizəçilər çox yox idi ətrafında. Və xüsusən Ali ibn Əbi Talib ətrafında. O yüzden deyirdi ki, mənə qorumayın da, qədər gələndə nə qədərsə mühafizəsi var. Allah qoruyur göydə. Amma vaxtı çatanda nə qədərsə mühafizə var ya, o xeyr olmayacaq. Və həm də bu teröristlər üçün rahat idi o vaxt ki, çünki xəlifə imam dayanırdı. Xəlifə ona görə İbn Müncəm deməli, deməli, sübh namazında seçir və imam da qabaqda Ali ibn Əbi Talib və gəlir sakitcə birinci səhvin qabağında keçməyə başlayır. Və kim də bilsin? Və deməli, vurur Ali ibn Əbi Talib'i və başından vurur, belə yarır başın. Özü qılınc da elə edir ki, zəhər vurur qılınca, bıçağa alırsa. Ki, mütləq ölsün də. Və sonra gətirirlər Yahudi həkimi, zat görür ki, Yahudi həkim də baxır, deyir ki, xeyri yoxdur. Yəni, qılınc zəhərlidir, ölməlidir. Və tuturlar İbn Müncəməli onu. Tuturlar, Ali ibn Əbi Talib deyir ki, tez, yəni vuranda deyir ki, tez tutun onu. Yəni, baxın, qaçmasın. Ali ibn Əbi Talib öləndən sonra çıxardılar bunu və Abdullah ibn Cəfər radiyallahu anhu əllərin bir də qışlarını kesir bunu. Eydam ilə əllərin qışların ola ki, səs də çıxartmır. Qorxmur. Danışmır da. Əllərin qışlarını kesirlər, mərd edirlər. Xavariclər mərd edir, lakin zərat əhli idi. Əllərin qışlarını kesirlər, heç nə demir. Və başlayır Quran ayəsi oxumağa. İqra bismi rabbikəl-ləzi xalaq, xalaqal insana min alaq. Subhanallah, gör iblis necə bəz edib yollayır. Xəlifə möminlərin əmirini öldürür, hələm özünü haqq sayır, yəni. Subhanallah. Və oxuyub qutarandan sonra deyirlər ki, dilin gəlin kəsək. Nə oldu sənə? Əllərini kəsdi, ayağı kəsdi, yəni səs salmadın, qorxmadın, indi qorxursan dilini deyəndə. Deyir ki, istəmirəm ki, mən öləndə Allah'a zikir etməyə ölüm. Ona görə. Və deyir, alnında səcdən yerib bilinirdi uzaqdan. Lənəhullah, Allah'ın lənətləsin. Və sonra şeyh Rahimullah subhanallah görürsən iblis necə bəzədir yolayır. Əmir-i mümini öldürür, hələm özünü haqq sayır.
Sonra rahimehullah buyurur ki, o vaxt ki Həsən radiyallahu anhu istəyir ki, Muaviyə ilə sülh bağlasın, xavariclərdən biri Cərrah ibn Sanan çıxır və Həsəni orada yaralayır. Deyir ki, rahimehullah, hələ indiyəcən bir xavariclər əmirlərə qarşı çıxırlar. Onların məzhəbləri var, müxtəlif məzhəbləri. Və məsələn, Nafi ibn Əzraqın arxasınca gələnlər deyirdilər ki, biz müşriklərik, əgər müşriklərlə bir yerdə yaşayırıqsa, əgər müşriklərik, biz müşriklərik, əgər müşriklə yaşayırsansa, müşriksən. Gəlin müşrikə qarşı çıxasan. Çıxsaq, əmirlərə qarşı, əmir sahibinə qarşı onda müsəlman olacaq. Yəni, yaralan hökümlə höküm verilmirsə, sən gələk çıxasan. Çıxmırsan, sən də müşriksən. Subhanallah. Deyir ki, sonra bəziləri deyirdilər ki, kim bizə müxalifdir, müşrikdirlər, qanları halaldır. Ona görə deyir İbn Cəvzi rahimehullah, qadınları, uşaqları da öldürürdülər, halal görürdülər. Ona görə çıraqistlər yoxsa indi də patladılar, fikirləşmir, qadın, uşaq, xavariclərdir ona görə. Düzdür, bunlara çatmazlar, əllərin kəsirdilər ayaqlarını, lakin Quran oxuyurdu. Bunlar oxşayırlar, indikilər oxşayırlar. İndi xavaric deyəndə, yəni oxşayırlar. Həmçinin Şeyx Rəhməlullah buyurur ki, sonra elə zənn etdilər ki, böyük günah sahibi kafirdir. İbrahim Nəxəy deyir ki, xavariclər kafirlərdir. Lakin sələf deyil onları kafir. Hətta İbn Teymiyyə kafir saymır onları. Onlar asirlər. Lakin hədis, hansı ki deyir, onlar oxun yayı kimi, yayın necə ox yayından çıxmır, o cür çıxırlar, lakin o demək deyil, dindən çıxırlar. Lakin onu deyil, din kamil deyil olardı. O mənadadır. Bu hədis dəlil deyil, onlar kafirdirlər. Bu hədis dəlildir ki, onlar kamil deyil, dinləri, naqis dindədirlər. Aydındır, əhl-i-sünnə və cəma deyil, ha? Yəni əhl-i-sünnə çıxırlar, əhl-i-sünnə deyil. Sonra Şeyx Rahimullah buyurur ki, bunlar barədə söhbət çoxdur, əcaib söhbətlər. Əcaib söhbətlər. Lakin istəmirəm, uzadım onlar barədə söhbəti, birinci şərəf olar həmçinin ki, fəqət məqsədim burada bəyan etməkdir ki, necə o axmaqlara iblis vəsvəsə verib, bəsədir olan yolların. Deyir, subhanallah, deyir, ona bax. Deyir, özləri Əli bin Əbi Talib xəta sayırdılar, mühacir ənsallar xəta və elə zənn edirlər ki, onlar savabdadırlar. Və bir fikir ver İbn-i Mulcimə, la'anhumullah, İbn-i Mulcimə. Deyir, istəmir ki, ölsün, Allah'ı zikir etməyə. Amma deyir, Əli bin Əbi Talib deyir, qanun halal göldür. Deyir, subhanallah, buna bax. İstəyir ki, öləndə zikir edə ölsün, amma Əli bin Əbi Talib, əmin-ül müminini halal gördü, yəni qanun. Yəni ki, ziddiyyata bax. Və sonra Şeyx Rahimullah davam edir. İndi keçir olan rəylərinə lənhumullah, Allah subhanətə alə inşallah bizi bu cür firqələrdən qorusun, zəlalət əhlindən və həmçinin bunlara oxşayanlardan da və həmçinin bizim səhvlərimiz də onlara oxşayanlardan təmizləsin yanalar. Allah bilir. İbn-i Cəvzi Rahimullah buyurur, xavariclə davam edir. Sonra deyir, olan sifətlərindən onlar məşhurdurlar müsəlmanlara qarşı tənləri. Yəni, müsəlmanlara qarşı silah qaldırmaları. Bu əməldə məşhurdurlar. Yəni, həmişə görürsən, xavariclər çox vaxt müsəlmanlara qarşı silah qaldırır, əl qaldırır. Ya da xavaric deyəndə, yəni, Əli bin Əbi Talib vaxtındakı onlardan söhbət gelmir. Söhbət minhəcdən gedir, minhəc. Yəni, müəyyən firqələr var, təkfirçilər və s. İxvanlar. Onlarda olan minhəc bəzi məsələləri özü mühüm məsələlərdir, böyük məsələlər. Xavariclərin minhəcinə oxşayır. Ona görə xavaric deyəndə, yəni, onlar başa düşün ki, onlardır, yəni Əli bin Əbi Talib vaxtındakı. Əksinə, onlar deyil, onlar ola bilməzlər, onlar mərd idilər. Sən kəsirdi ayağını, beysini də öldü. Allah zikirlirdi. Və açıq aydın əqidələrini bəyan edirdilər. Və söhbət gələndə, yəni onlara oxşayanlar,
müəyyən məsələlər. O məsələlərdə ki, oxşayırlar, o məsələdə əhl-i sünnə və cəmaa əqidəsində, minhəcində böyük məsələlər də olar. Məsələn, kafir məsələsi, təkfir məsələsi, hökm məsələsi. Əhl-i sünnə və cəmaa da bu məsələlər böyük məsələlərdir və bu məsələlərə elm əhli qarşır. Hər avam yox. Bu fikir verirsən ki, xavariclərdə elm olmayıb. Təzəvvürlə o vaxtkilər hafız ilnamı. Lakin zəratə işlərin indikilər, oxuyanlar necə? Çoxsu Quran oxuyamır, ərəbcə. Maşallah. Və şeyx buyurur ki, olan sifətlərindən həmçinin müsəlmanlara qarşı silah qaldırmaq, müsəlmanları təkfirləmək. Və onlar bunu ehtiqadla edirdilər. Ehtiqadla əməllə. Yəni, onların bu fikirlərə ehtiqad edirdilər. Eləsi var, ehtiqad nə eləmir? Pula görə deyir, məsələn, bir şey və ya bir neyəsə görə deyir. Və ya bozbaş yeməyə görə, məsələn, belə deyir. Məsələn də, amma onlar yox, onlar ehtiqadla deyirlər, əqidənə. Və elə fikirləşirlər ki, onlar Ali ibn Əbi Talibdən çox bilirlər. Elə fikirləşirlər Ali ibn Əbi Talibdən, Ali ibn Əbi Talib hökm məsələsini bilmir və deyirdilər Ali ibn Əbi Talib oxuya. Hökm məsələsini bilir. Ona kafir sayırlar. Ali ibn Əbi Talib Muaviyyəni. Və sonra hətta olan babaları, yəni bu fikrin daşıyanlar, Zülxuveysira, hətta Peyğəmbərlə razı olmamışdı. Ona həmişə bu xavariclərin sifətlərindəndir. Narazılar. Bunlar üzlərində yazılıb böyük hərflərlə və tanıma olur. Bir tərəfdə yazılıb, bir yanında yazılıb narazı, o tərəfində yazılıb naşükür, böyük hərflərlə üstə. Lakin bunu ancaq bilənlər oxuyur. Bunlar narazı olurlar, özü dünya malı üstə. Zülxuveysirə Peyğəmbər salasını deyir ki, bəs adil ol. Peyğəmbər də sallallahu aleyhi ve sellem deyir, ay, subhanallah, məndən adil var mı insan yer üzündə? Rasul sallallahu aleyhi ve sellem ittiham edir ki, Peyğəmbər salası adil deyil. Və başqaları necə? Və onların quyruqları da həmən şeydir də. Bəli. Və burada sonra şeyx buyurur ki, rahiməhullah, Muhammed ibn İbrahimin rivayətində deyir ki, Peyğəmbər salasını eşitdim ki, bir qövm çıxacaq, namazımıza oxşayacaq, orucları orucumuza, əməlləri əməlimizə və lakin bu din, Quran da oxuyacaqlar və lakin Quran boğazlarından yuxarı çıxmayacaq olan. Yəni, başa düşməyəcəklər. Hələ oxu çatmayacaq ağıllarına, düzgün başa düşmək. Necə Şeyx Albani deyir, rahiməhullah. Deyir, onlar oxuyurlar Allah və Rasulun, lakin başa düşmürlər Allah və Rasulun nə deyir. Və deyir ki, bu dindən çıxacaqlar necə ox yayından çıxır. Buxari Müslim. Başqa rivayətdə deyir ki, Abdullah ibn Əbi Orfa rivayətində Peyğəmbər salsın deyir ki, xavariclər cəhənnəmin itləridir. Xavariclər cəhənnəmdə itlərdir, cəhənnəmin itləridir. Deyəsən orada elə kafir, belə hürürlərdi orada. Kafir sözünə. Aydın bəyəm? Və sonra Şeyx İbn Cəvzi rahimehullah başlayır onların rəyləri barədə. Və bu məsələ də alsın inşallah gələn dərsimiz Allah bilir. Şeyx İbn Cəvzi rahimehullah batinlərdən danışır. Və Şeyx deyir ki, batinlər neçə növdür? Var İsmaililər, var Babəkilər. Biz keçən dərsdə qeyd etdik ki, Babək zina uşaqlarından biridir, yəni zinadan olan əslində. Yəni, fasiqin biriydi, kafirin. İslam igidləşdiriblər bizdə. Ancaq fasiqin biriydi. Və həmçinin dedik ki, 80 minə yaxın adam öldürür və ya 50 minə yaxın cürbəcür. Və gözəl qız görəndə və ya bir şey götürərdi özünə. Ev əhli razı olmayanda öldürərdi ev əhlini. Belə zalimkar olur biraz. Biraz o əməlli başlayır. Və hicrətin təxminən
223-cü illərində Mu'tasim rahimehullah tuturlar sonra onu əllərini kesirlər ayaqlarında və rəngi başlayır salamlara tutur, qanı çəkir üstünə. Deyirlər ki, çəkirsən, deyir ki, görməsinlər ki, yəni, rəngim saralıb da. Yəni, mərd olur, düzdür bu cəhətdən. Lakin, əqidə cəhətindən və əxlaq cəhətindən mundar olur. Və əlhamdülillah, məhvillə öldürürlər onu, kesirlər sonra başını. Lənəhumullah. Və o vaxtdan qalır Babəkilər. Belə firqə, batini firqələrindən biridir. Sonra həmçinin Şeyx deyir ki, Rahmanullah, batini firqələrindən də biri qaramitlərdir. Qaramita. Allah tarixdə də belə tanınıblar. Bu da təxminən hicrət tarixinin 3-cü əsrlərdə, 4-cü əsrlərdə bunların belə əsas yəni özlərini göstəriblər. Və bunlar da zülm ediblər müsəlmanlara. Çoxlu müsəlman öldürdülər. Və təxminən deməli minlərlə müsəlman öldürməndən sonra həmçinin məscidləri dağılanlar olurlar. Məscidləri dağıdırlar. Quranları yandıranlar olurlar. Və sonra olan başçılarından biri olur, qübbə tikirlər. Başında da bir dənə quş qoyurlar. Deyirlər, inşallah bu uçanda bu gök diriləcək. Sonra bir dənə də atlı qoyurlar heykəli yanında. Deyirlər, qiyamətdə qalxanda atı minib gedər. Yəni, bundan sonra başlayıblar onlar həmişə qəbir yanında at, heyvan şəkilləri qoymağa, heykəlləri. Yəni, at olmasa ayaqla gedəcəklər bir. İndi olsa ilə maşını qoyardılar. Müsəlmandır, batini firqədə kafirdirlər də, müsəlmanlar, deyirlər, müsəlmanıq biz. Bunlar da ən təmiz müsəlmanıq. Ən təmiz, ha. Onlar el gəlir, şeytan el göstərirlər. Babək bunlar yox, müsəlman da var, kafirdir. Deməli, sonra oğlu, deməli, əsas da bunların nəslində qaramitlərlə İbn-i Tahir və ya Əbu Tahir bu əsas seçilir. Bu gəlir Kəbəni dağıdır. Həc vaxtı həc girir qoşunla Məkkəyə. Kəbəni dağıdır və müsəlmanları öldürür və qara daşı götürür, aparır Bəhreynə. İndiki Allah indi Bəhreyn, Allah deyir, indiki də Allah bilir. Çünki əslində bunların əsli Kufəllərdir hamısı. Şərəhli, şər torpağı. Götürürlər, bir 22 il təxminən qalır daş orada. Düzdür, Kəbəni tikirlər, lakin sonra Fatimilər Məkkədə hökmranlıq edir, Fatimilər. Onların əmiri xahiş edir ki, Əbu Tahirin oğlundan, artıq Əbu Tahir həlak olur. Deyir ki, bəs daşı istəyirlər, pul təklif edirlər, lakin oğlu pul götürmür, daşı qaytarır. Kəbənin daşı. Və tezdən gətirib qoyurlar Kəbənin divanına. Kəbəni dağıdırlar, indi Allah verir və s. Batında şeytan nəsiliyib olaraq. Həmçinin firqələrdən, batini firqələrdən xurrəmilər, həmçinin təlimilər və s. Bunlar biz dedik ki, bunlar demək istəyirlər ki, şəriət batil və zahir var və zahir biz başa düşmürük və nə üçün deyirlər batin var? Çünki zahirdə işini tapıyıblar özlər üçün. Ona görə. Deyirlər batin var, batin də qayda yoxdur, bomboşdur, qaranlıq, zülmət. Ona görə hara istəyən get, nə istəyən danış. Məsələn, deyirlər, Əlhamdülillah Rabbil Ələm, bu dəlildir ki, yanvarın 25-i məsələn, bu ağac bitəcək. Deyirsən, bu nədir? Əlhamdülillah Rabbil Ələmin mənası başqadır. Yox, deyir, bu batini mənasıdır. Və belə başlayıb firqələr çıxmağa, başlayırlar hər kəs öz əqidəsini söyləmək. Deyəndə ki, bəs Quranda zahir buna dəlalət etmir, deyil, onun batini mənasıdır. Yox ki, Quran bacardıqca gərək zahirən götürürlər. Aydındır, bacardıqca gərək zahirən götürürlər. Yaxşı, Allah bilir,
İnşallah şeyx yenə iblisin vəsfələrindən firqələri necə vəsfəlləyib, davamlayır. Qalsın gələn dərsimiz. Allah'a rahim. Elhamdülillah Rabbil alemin. Salatu vesselamu ala eşrafil enbiya ve murselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn ve ba'd. Sonra Şeyx Rahimullah ibn Cevzi o vaxt ki batinlərin əqlərindən danışdı. Yəni batini bildir ki, batinilər yəni onlar ki deyirlər ki Quran həm zahiri mənası var, həm batini və zahiri batinə müxalifdir. Gör ki, və ya batini zahirinə müxalifdir. Və nə üçün dedilər bu sözü? O vaxt gördülər ki, zahirdə işini yoxdular üçün. Zahirdə olmadığına görə hətta hədislər də var, batindən düz namısı uydurmadır. Gör ki, Peyğəmbər salsın vurub Quran 7 dənə batini var. Bu hər 7 dənə 70 dənə batini var. Köfdür ki. Və müşkül məsələ nədir batində? Qayda yoxdur batində. Zahirdə kimi. Batin qaranlığı daxı. Zülmət də işini görünmür. Ona görə o tayfalar ki batinlər olur, batini firqələrindən, onlar da əcayib şeylər görmüşsən. Yəni təfsirlərinə baxanda onların əcayib şeylər görürsən ki, məsələn, ayə başqa şey deyir, bu tamam başqa şeydir. Və təbii ki, zahirən ayə heç bir şey eləmir, olan xeyrinə, Allah, batinlə heç bir qayda da yoxdur batində. Yəni, usul, əsas, hansı ki, əsaslanan əsaslanmalıdır və s. Fəqət fikirlərə əsaslanır və fikrə uyğun, hansı ayə oxur, öz fikrinə uyğun şərh edir. Baxır. Və sonra Şeyx Rahimullah bu bidətdən danışır və deyir ki, ümumiyyətlə, onların əsli məcusilikdən gəlir. Məcusilik və s. Bütpərəstlik, fəlsəfə, ilhadlıqdan. Və necə qeyd etdik, məsələn, Babəkilər və s. Bunlar hamısı məcusilərin miraslarındandır, fikirlər. Və bu gətirim nəyə çıxardır? Batinlərdə elə var ki, Allah inkar edirlər. Allah inkar edirlər, elə var. Peyğəmbəri inkar edirlər, sallallahu aleyhi ve sellem. Və sonra Şeyx Rahimullah burada olan hilələrindən danışır. Yəni, onlar dəvətlərində hiləyə çox vaxt əl atırlar. Və məsələn, bu çox firqələrdə var, Zəlat əhlində. Onlar ki, haqq deyirlər, onlar həmişə hiləyə əl atırlar. Məsələn, hər adam dəvət edilmirlər. Məsələn, oturub baxır, görür, bu məsələn, deyər dəvətimizə. Məsələn, yaxşıdır bu, biraz belə baxışlar belə biraz yaxşıdır. Bundan istifadə etmək lazım. Bunu tora salmaq olar. Və başlayırın onun üstündə işləməyə. Bu bizim firqələrdə də var, bizdə olan ixvanlar və s. Onlar da hər adamı dəvət edilmir, görürsən. Hər adam da məsələn, qıraqda oturub baxır, görür hansı məsələn belə yaxşıdır, belə biraz şeydir və təzədir. Və başlayır, ümumi gecənin nağılandan danışmaya. Allah təzə oxanda çox şey qulaq asır və seçə bilmir. Bu mümmir gecədir, mələk ümmədir, yoxsa Quran sünnədir. Və görürsən, düşür, gelir iblisin dostlarından olur. Ümumiyyətlə, bu məsələ, bu hilə məsələləri var bəzi təriqətlərdə müasir. Və şeyx dedi ki, onlar məsələn hilələrindəndir. Hər adam da dəvət etmirlər. Və sonra şeyx həmçinin sələfin sözlərini getirir burada ki, batiniyə firqələri əslində zahirdə İslamdadırlar, amma daxildə isə İslamdan çıxmışlar sayılırlar. Yəni, batiniyə firqələri. Onlar ki, yəni batiniyə firqələri mənsubdurlar, onlar zahirən müsəlmandırlar, lakin batinən subhanallah. Qaranlıqda işığı yoxdur ona görə. Düzdür, Quran biz bacardığımızca Quran
Allah Subhanahu taala Qurana vəsiləndə dedi ki, aydındır. Özü də deyir ki, ərəbcə yolladık, ərəbcə başa düşəsiniz. Yəni, İngilizcə yollamıyor. İngilizcə gəlsəydi, Qureyşi heç də başa düşmüyor, bu nə dildir? Ərəbcə gəldi, özü də elə ərəbcə gəldi ki, hamısı başa düşsün. Ona görə sahabələr, məsələn, ayələrdə demirdilər nüşbələdir. Məsələn, Asma və Sişətdə. Və ya, məsələn, bir şey gələndə ayə, demirdilər nüşbələ. Çox bəzi hərdən soruşurdular. Təmiz ərəbcə gəlib. Aydın. Yəni, desək ki, bu zahir, bu şey deyil, əsas batin deyil və batin zahirə müxalif deyil. Təbii ki, onu Quran qaranlıq gəlibdir, yəni aydın olmayan surətdə. Əgər hələ olsaydı, Əbu Cəhəl istifadə eləyərdi bundan. İstifadə eləyərdi, təmin eləyərdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni, buna bax, aydın danışın bizə. Və bu nə deməkdir? Zahirdə belə deyil, deyil ki, sonra batin də var, belə. Yəni, Qureyş istifadə eləyərdi bundan. Onu göstərir ki, yəni, Quran açıq aydın gəlir və batinə ehtiyac yoxdur. Çünki zahir aydındır. Aydındır. Və sonra Şeyx Rəhməllah burada yenə bu Zəlalə Təhlilin Müslümandan danışır. Necə Quran sünnədən kənarlaşıblar. Və sonra Şeyx Rəhməllah İblisin necə alimlərə vəsvəsələrindən danışır. Elmi fənlərə. İblisin vəsvəsələri. İblis ümumiyyətlə hər məsələyə gelir. Hər məsələyə, hər bir elmi sahəyə iblis qarışır və orada başlayır vəsvəsələr elmiyə. Və Şeyx Nurhan başlayır sonra o məsələdən danışmır. İnşallah qalsın gələn dəstəmizə.